Bir var olmaya deyəsən yoxdur. Amma burada var, istifadə olunmur. Təmir olubdur, amma nəsə də açılmır. Biz də gözləyirik bunun açılışını. Dedim hara aparsan, dedi Şamaxınkaya. Şəhərə bilirsən aya 500 manat pul istəyir. Binəqədi rayonu Sultəbə qəsəbəsi 328 saylı uşaq bağçasının yanındayıq. Bəli, bu bağça bir müddət əvvəl çox yüksək səviyyədə təmir olunub. Bunu kənardan baxanda görmək, müşahidə etmək mümkündür. Amma bu uşaq bağçası hələ də istifadə olunmur və bu da sakinlərin narazılığına səbəb olub. Təmir olubdur, qəşəng bağça tikiblər, amma nəsə də açılmır, bilmirəm. Görürsün ərazisi nə qəşəngdir. Nə vaxt bunun təmiri bitib? Bir ay olar. Bəs buranın uşaqlar hara gedir? Başqa yerdə olan bağçalara aparırlar. Çox gözəl, səliqəli tikiblər, şəraiti gözəl, hər yanı çox qəşəng tikiblər. Çox gözəl bağçadır. İndi burada mütəxəssislər deyir ki, Bakı şəhərində ən yaxşı bağçalardan biridir. Amma istifadə olunmur da. Məktəb başlayıb, amma açılışı olmayıb. Buranın az yaşlı körpələri, uşaqlar hara gedir? Burada bağça var, uşaqlar ora gedirlər. Yəqin ki, bunu dövlət rəsmləri bilir ki, nə vaxt açılışı deyəcəklər. Bağça deyirlər ki, təmir olunub, hər şey gözəl, amma açılmır. Açılsa daha yaxşı olar, laf yaxşı olar. Şəhərə mənim gücüm çatmır. Şəhərə bilirsən aya 500 manat pul istəyir. Körpələr çoxdur, ya açılmalı da, hər remont olubsa bu açılmalıdır. Nə səbəbə açılmır ki? Körpələr hara gedir? Elə vacib məsələ odur da nə? Şamaxınkaya gedəndə qazel dayandı, uşağı dedi ki, ha dedim hara aparsan, dedi Şamaxınkaya. Bağçaya aparıram. Dedim bəs burada dedi hələ bura açılmayıb. Bəs Sultəbə sakinlərinin uşaq bağçası həsrətinə nə zaman son qoyulacaq? Bakı şəhər təhsil idarəsindən bildirildi ki, 328 nömrəli uşaq bağçasında tikinti və təmir bərpa işləri yekunlaşıb. Hazırda son tamamlama işləri aparılır və bağçanın qısa müddət ərzində istifadəyə verilməsi nəzərdə tutulur.